Gününüz xeyirli olsun uşaqlar. 6-cı sinif şagirdləri üçün kiçik sumati qiymətləndirmə 5-in versiya suallarının izahına baxacağıq. Birinci sualda deyir, heyvanın yaşadığı mühitdə sağ qalmasına kömək edən bədən üzvü və ya davranışı adlanır. Bəli, biz bilirik ki, bu uyğunlaşmadır. Quşun kütləsini azaldır və uçmağı asanlaşdırır. Kütləsini azaldır və uçmağı asanlaşdırır deyirsə, bu möhkəm içi boş sümüklərdir. Bitki və ya heyvanların yaşadığı mühit adlanır habitat. Çiçəklərdən nektar sora bilmək üçün uzun və nazik dimdiyi vardır. Bəli, bu kolibri quşudur. 5-ci sualla davam edək. Bu canlılar arasında qida zəncirini qurun. Deməli, bizdə pişik, yarpaq, sərçə və tırtıl var. Qida zəncirini qurmaq istəsək, deməli, tırtıl yarpaqla qidalanır. Demək ki, birinci yazarıq B. İlk əvvəl B gəlir. Daha sonra tırtıl yarpaqla qidalanır. Sərçə tırtıl ilə qidalanır. Daha sonra isə pişik sərçə ilə. Deməli, qida zənciri olur B, D, C, A. 6-cı sual. Bu heyvanları onların qida sağ qalmasına kömək edən uyğunlaşmalar ilə müəyyənləşdirin. Uzaq məsafələrə köç etmək bu erə uyğun gələcək, yəni quşlar üçün. Erə deməli bir i var. Qış yuxusuna getmək və aşağıda qalın həz örtüyünün inkişafı. Demək ki, qış yuxusuna getmək qurbağalardır. P uyğun gələcək i. Q uyğun gələcək 3i. Deməli, P i, R Q i. Doğru cavab D variantındadır. 7-ci sual ilə davam edək. 7-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. Nəsli kəsilmiş canlı adlanır. Nəsli kəsilmiş canlı yaşayış mühitində canlıların sağ qalmasına kömək edən bədən hissəsi. Nümayəndəsi qalmamış. Bəli. 1-ə uyğun gəlir o zaman B. Davranış uyğunlaşması, bir də quruluş uyğunlaşması. Heyvanın yaşadığı mühitdə sağ qalmasına imkan verən fəaliyyət. Yaşadığı mühitdə deyirsə, bu davranış uyğunlaşmasıdır. Yaşayış mühitində canlıların sağ qalmasına imkan verən bədən hissəsi isə bu quruluş uyğunlaşmasıdır. Deməli, bədən hissəsi deyirsə bu quruluşdur. Yaşadığı mühit deyirsə bu davranışdır. Deməli, buna da uyğun gəlir C. Deməli, 2-yə C, 3-ə də A. Bu şəkildə uyğunlaşdırdıq. Davam edək. 8-ci sual. Aşağıdakı fikirlərdən hansılar doğrudur? Doğru olan fikirləri seçməliyik. Heyvanların mühitdə hərəkət etməsinə və ya dəyişikliyə reaksiya verməsinə səbəb olan uyğunlaşmaya davranış uyğunlaşması deyilir. Bir doğrudur. Çöl sarmaşığı və lobya sürünən gövdələr olan bitkidir. Xeyr. Çiçəkli bitkilərdə meyvə və toxumun əmələ gəlməsi üçün əvvəlcə mayalanma, sonra isə tozlama olur. Xeyr. Heyvanın başqa heyvana bənzəməsinə imkan verən uyğunlaşma mimikri adlanır. Bəli. Noxud və üzüm dırmaşan gövdələrdir. Bəli. 1, 4, 5. Doğru cavab A. Miqrasiya və qış yuxusu arasında hansı oxşarlıq var? Deməli, miqrasiya və qış yuxusu arasında oxşarlığı müəyyənləşdirsək, bunların hər ikisi heyvanın sağ qalmasına kömək edən uyğunlaşmadır. İndi bunun üçün yazarıq ki, o zaman yazılı formada bunlar canlıların yaşaması, bunlar canlıların yaşaması və növün davam etməsinə təmin edən uyğunlaşmadır.
Daha sonra başqa yazmaq olar ki, ümumiyyətlə geniş baxsaq, hər ikisi enerji sərfiyyatını azaltmağa kömək edir. Bir də hər ikisi heyvanların soyuq hava, qida çatışmamazlığı və çətin mühit şəraitindən qorumağa kömək edir. Amma qısa, lakonik olaraq bunlar canlıların yaşaması və növün davam etməsini təmin edən uyğunlaşmadır. Və 10-cu, sonuncu suala baxaq. İnsan fəaliyyəti bitki və heyvanlara nə kimi təsir göstərir? Əlbəttə ki, baxın, insan fəaliyyəti bitki və heyvanlara iki cür təsir edə bilər. Müsbət və mənfi mənada. Əlbəttə ki, mənfi mənasını hər birimiz bilirik. Nəsli kəsilmiş heyvanlar, nəsli kəsilmiş bitkilər, bir növ bunların səbəbkarı insan səhlənkarlığı və ə, diqqətsizliyi. Bunlara səbəb göstərə bilərik. Eyni zamanda bu nəsli kəsilmiş heyvanları qorumaq da insanların öhdəsinə düşür və qoruqlar yaradırlar. Həmin qoruqlardan nəsli kəsilmiş olan heyvanları, kəsilməkdə olan heyvanları və bitkiləri qoruyub saxlayırlar. O zaman belə yazaq, mənfi təsirlər dedikdə ə, meşələrin qırılması nəticəsində heyvanların yaşayış yerlərinin məhv olması, və yaxud da ki, həddən artıq ovlanma və yaxud da bilirik ki, balıqçılıq bəzi növlərin azalmasına və məhv olmasına gətirib çıxarır. Artıq bunları yazmıram, çox vaxt aparır deyə. Amma müsbət təsirlər də yaza bilərsiniz ki, nadir növlərin qorunması üçün xüsusi qoruqların yaradılması. Yazaq. Dedik müsbət və mənfi. Amma hər birini qeyd etmədik. Müsbət və mənfi. Müsbət təsirlərini də dedik, mənfi təsirlərini də bir-bir sadarlamış olduq. Belə uşaqları bu şəkildə sizinlə bütün tapşırıqların versiya suallarına baxmış olduq. Bu şəkildə videoların davamlı şəkildə gəlməyini istəyirsinizsə, kanala abunə olaraq bəyənməyi unutmayın.